Bir daha salam deyirəm Sayın Azəroğlu bəy. Deməliyəm ki, liderlik məsələsi Güney Azərbaycan Milli Hərəkatının ən önəmli çalışlarından olubdur bu günə qədər və eyni halda çox zərurəti var ki, liderlik məsələsi, rəhbərlik məsələsi çözülsün. Amma bir gerçək də budur ki, panfarsizm, şovinizm, fars düşmənçiliyi bu günə qədər olası bizim liderlərimizi onsuzun ki, bizim millətimiz onları tanıya bilsin, bəlli qəşi tanısa da, çoğunluqla demək ki, məhbubiyyət qazanmadan öncə onları təsbit edib və məncə onların çoxunun həyatını sonlandırıbdır. Sağ qalanlar da vardı, amma onlar da çətin durumlardadılar. Hər halda yəni düşmən eləyə bilib ki, bizim daha çox mütəşəkkil fəaliyyətlərimizi, timi fəaliyyətlərimizi əngəlləmək üçün bizim rəhbəriyyət məsələmizdə çoxlu sıxıntı yaratmağı başara bilibdir. Təbii ki, biz də bir 30 il olar ki, siyasi dünya səhnəsində Azərbaycan Milli Hərəkatın, Güney Azərbaycan Milli Hərəkatını nəzərdə tuta bilərik. Daha öncəsi də var, amma daha o 30 ili nəzərdə tutsaq əgər, biz özümüzdə də çoxlu ciddi problemlərdən ötürü hənuzdur, bir karizmatik şəxsiyyətin ortaya çıxması, liderlik və rəhbəriyyət etməsinin eləyə bilməmişik ki, demək üstəsindən gələk ki, beləncə bir şəxsiyyətimiz olsun. Və bu bizim bu günə qədər var olan ən əsası, gərək bunu qəbullanaq ki, ən əsası problemimizdir. İndi ikinci mərhələdə bu problemi qəbul etdikdən sonra ki, vardı Azərbaycan Milli Hərəkatında, bunu çözməsi üçün nə edə bilərik? Mənim şəxsi fikrim və bir neçə dostlarla ki, fikir mübadiləsində oluruq. Düşüncəm mənim indi bu dəqiqə bundan ibarətdir ki, üzümüzə gələn dönəmdə biz onları ki, Azərbaycan milli fəallarıdırlar, roşanfik, aydın, ziyalı şəxsiyyətləridirlər. Bu yöndə əllərin biraz daha daş altına qoymalıdırlar. Keçmişdə qalıbdır. Cəhd göstərilməlidir ki, bu sorun çözülsün. İndi bu cəhdlər necə göstəriləcək? Bu da bir sualdır. Bu suala da bu cavabı vermək olar ki, bunu biz biraz uzun sürəcə yaya bilərik və demək ki, hərəkətin özünə demək ki, nəfəs qazandıra bildik, fürsət yarada bildik ki, hərəkətin içərisində gedişata görə bu sorun da çözülsün. Bu yeni nəfəsi necə qazandıra bildik? Ancaq bir teyf də deməyək, bütün təşəkküllər və teyflər, cərəyanlar ki, Azərbaycan Milli Hərəkatında vardı, bunları Milli Şura adı ilə və ya o mekanizmə bənzər bir mekanizm ki, millətçilərimiz, fəallarımız məsləhətləşəcəklər və bu yöndə biz Azərbaycan fikir otağında da bəzi fikirlər bildirilibdir. Bu mekanizmlər onu bizə fürsətin yaradacaq ki, o rəhbəriyyəti fərdinin yerin rəhbəriyyəti şurayı ilə keçici olsa da doldura bilək. Biz əgər ki, bu sorunu çözə bilsək ki, rəhbəriyyət məsələsi çözülsün, istər fərdi, istər şurayı, İndi ki, var olan durumda biz görürük ki, aciz qalmışıq, hər hansı bir fərdi rəhbəriyyətdən məhrum qalmışıq əslində. Bunun yerinə aydın və ziyalı kəsimin görəvi bundan ibarətdir ki, bu sorunu gedərilməsi üçün bir araya gəlinməklərə şərait yaratsınlar. Özəlliklə bizim daha çox ciddi aktivlərimiz içəridədir. Onlar fikir birliklərinə doğru getməlidirlər, fikir mübadilələrinə doğru getməlidirlər və möhtəmələn bu işin təbii ki, içəridə rəhbəriyyəti
heç kəsin üstünə məsuliyyətini qoya bilmərik. Onu öz əlimizdən uduzmuş olarıq o şəxsiyyətimizi. Ən azından indiki məqamda keçici dönəm olaraq bir şura yaranması ki, onun da bir şura daha içəridə gizli tutula bilmək şərti ilə yarana bilər, bir-birindən paralel Azərbaycanın güneyinin milli hərəkətin rəhbəriyyət eləsinlər. Mən ona inanıram ki, bunu rəhbəriyyət məsələsinin bu günləri fərdi şəkildə çözülməyibdir. Lacərəm şurai şəkildə çözülməsi gərəkir və oluru vardı. Yetər ki, bunun arxasında sizin kimi dəyərli şəxsiyyətlərimizin iradəsi olsun və keçmişdəki şəxsiyyətlərimizin nüqsanların qınayaraq da deyil, bəlkə onun təcrübələrindən faydalanaraq yeni bir pəncərə açılması gərəkir, yeni bir yol açılması gərəkir. Onsuzun ki, o şəxsləri ki, indi və gələcəkdə mütləqa şurai bir rəhbəriyyətin yaranmasına əngəl olacaqlar. Mən şəxsən daha öncələrdə ad verməkdən yana idim. Amma görürəm ki, o bizim milli çıxarlarımıza çox da fayda gətirmir. Bəlkə indiki aşamada ona inanıram ki, bizlər istəyək ki, bu milli borcumuzu yerinə yetirək, ancaq və ancaq o aktivləri ki, həqiqidirlər, səmimidirlər, onların birliklərini yaradaq, o birliyi pozmağa cəhd göstərənlər də elə çıxacaqlar səhnədə özlərini ifşa edəcəklər, xalq nəzdində gözdən düşəcəklər. Məncə bu məcmuə çox müqəddəs, millət yolunda bir məcmuə ola bilər. Bunun oluru vardır, sürəcə yaymaq gərəkir, fikir mübadiləsini mütəmərkiz eləyək bu yöndə. Umud edirəm ki, bir şura ki, mürəkkəb ola o teyfilərdən ki, təxəssüsları ola, təahhüdləri ola və millətimizin nəzdində də tanınmışlıqları da ola və eyni halda çox gözəl bir keçmiş və rezumələri olmuş ola. O şəxsiyyətlərdən mürəkkəb, keçici bir şura yarana, var olan sorunları ələ ala və zaman-zaman ayda bir, iki və ya o iki prosedurlar gərəkdirir, çıxışların bildirə, toplumumuzun da nəzdində o da öz demək ki, etibarlı addımların atdıqca zaman-zaman millətimizin bu rəhbəriyyət sıxıntısını çözə bilməsini isbat edər və bu keçici dönəmdə bizim bu problemimiz çözülər və gələcəkdə bu gərgin ortamların önünə keçildikdən sonra möhtəmələn bizim çox dəyərli liderlik qabiliyyətinə malik olan şəxsiyyətlərimiz də özlərin buruza vermək imkanı və zəminəsini fərahəm görmüş olacaqlar. Bu səs yazım biraz uzun oldu. Umud edirəm ki, faydalı olmuş olsun. Sayın Azəroğlu bəy, çox sağ ol.